bağrım çatlayır. Sən dünən 10 dəqiqə vaxt ayırıb sən gəlib uşağı görmədin. Sən mənə atalıqdan, sən mənə kişilikdən danışa bilmərsən. Məni qoyduq qırağa, mən pozğunam, mən küçədə qalmışam, mən pisəm, mən pis insanam. Sənin uşağında o, mən onu atamın evindən gətirməmişdim. Sənin mişqanı neynirəm mən? Gətirmirsən bu boyda mişqanı, özün də yox ha, kimlənsə göndərmirsən. Niyə? Yadın uşağı idi. Bu qədər dünya sənin üçün vetsiz idi. Dünən sən 10 dəqiqə altında maşının var idi. Sən dünən oturub maşına gəlib bir dənə uşağı öpüb çıxıb gedə bilmirdin. Yataq xəstəsisən, ölüm ayağındasan. Nə olub? Canın can çəkirsən, hər şey vaxt tapırsan. Ad günü elədin, özvə elədin, anova elədin. Nə bilim, bütün ad günlərə gedirsən, hər şey eləyirsən. Nə qədər sakit qalacağam? Nə qədər? Niyə gəlmədin? Sual verirəm də, bir dənə deyin ki, ay köpəyoğlunun qızı, sən səhv danışırsan. Samir belədir, sən səhvsən. Mən səhv nə danışıram? 10 dəqiqə sən vaxt ayırıb gəlib uşağı görmədinsə, sən mənə nəsə danışa bilmərsən. Dünən mən dünyaya ancaq onu demişəm ki, ata ölüb, nənə ölüb. Ata ölüb, nənə ölüb. Yoxdular. Dünya yoxdular, ölüblər. Niyə yox idin yanında mənim uşağımın? Niyə gəlmədin? Bilsən niyə? Anun doldurur. Anun var ha, o ibinə var ha. Sənin o anun var Sənin ürəyində bu boyda yenə deyirəm, atalıq hissi var. Sənin o anun var ha. Nə qədər ki səni dolduracaq, ömür boyu tək qalacaqsan. İstəyirsən 10 dəfə evlən. İstəyirsən 10 dəfə evlən. Gör, sənin anun 9 yaşında uşaqla ayaqlaşır. Sənin anun 9 yaşında uşaq. Gecə dünya ona səs atıb, ayın 23-cü günü. Gecə dünya ona səs atıb ki, nənə, dizi paltarlar almışam, dizi şeylər almışam, giyinmişəm, keçinmişəm, nə bilim, nənə, gələcəm. Sənin anun o səsə qulaq asıb mənim uşağıma cavab vermir. Niyə? Niyə dünya daş salıb başıva? Səni görüm dünyaya möhtac olasan. Allah haqqı olacaqsan, Allah mənim Allahımdırsa, sən dünyaya, sən nənəsi olaraq mənim qızıma möhtac qalacaqsan. Qalacaqsan, dünyanın ahı tutsun səni, heç nə demirəm. Atasını qoydum qırağa. Sən nənə olaraq dünyanın ahı tutsun səni, heç nə demirəm. Mənim uşağımı təbrik eləmədin. Allahın səsini atıb mənim uşağımı təbrik eləmədin. 9 yaşında uşağına sən ayaqlaşırsan. Sən nətən nənəsən? Nətən nənəsən sən? Söndürməyəcəm. Sən nə danış? Mənim bağrım çatlayır. Mən dünəndən yığıram. Yo, nə olsun ki? Yo, onlar həll eləməyəcək. Niyə? Niyə ki? Yox. Yaxşı eləyirəm. Bəsdir də, mən nə qədər bunu bura atacağam, nə qədər bura atacağam. Mənim bağrım çatlayır. Mənim dünəndən uşağım nənə deyə qalıb. Nənə ata deyə qaldı mənim uşağım. Mənim bağrım çatlayır. Bəlkə yoldaşı qoymayıb. Mən onun yoldaşı ilə, mən onun ailəsi ilə heç bir şeyim yoxdur. Mən ona heç nə demirəm. Yoldaşı bilmirdi ki, Samir ailəli olub, ayrılıb, bir dənə əngəlli uşağı var. Yoldaşı ikinci ailə həyatı qurduğu insan bilmirdi ki, onun yoldaşı var. Ailə həyatı qurub, uşağı var, əngəlli uşağı var. O zaten o uşağın yanında olmalıdır. Yəni, bir qadın bir kişini qəbul edirsə, onun həyatı haqqında da məlumatı var ki, bu uşaq bu belədir də, yəni onu həmişə yanında olmalıdır. Söhbət yenə deyirəm, puldan getmir. Maddiyyat cəhətdən mənə sıxıntılıq verməyib. Demirəm, maddiyyat cəhətdən mənə çətinlik verib. Eləyib. Mən prosta mənəvi cəhətdən deyirəm ki, mənim uşağımın yanında niyə olmadın sən dünən? Mənim dünən uşağım ata deyə qaldı. Dünən dünya ancaq Samir dedi. Mən sənin aldığın mişqanı neynirəm? Mənə zakazla şey deyir. Dünyanı göndər yasamala, gətir ver mənə, sən özün çıx get. Mən dünyanı aparacam əyləncə mərkəzinə. Dünya əyləncə mərkəzini neynir? Dünya əyləncə mərkəzini neynir? Niyə nənə olaraq mənim uşağımın yanında olmursunuz? Niyə mənim uşağımın yanında yoxsuz? Mən onu atamın evindən gətirməmişəm. Niyə mənim uşağımın yanında yox idiniz dünən? Sizin canınız da çıxmalıydı gözünüzün içi ilə mənim uşağımın yanında olmalıydınız. Mən dünyanı atamın evindən gətirməmişəm.
Bu vaxta kimi sakit qalmışam. Heç nə danışmamışam. Artıq bir söz deməmişəm ki. Təhqir eləmirəm ki. Sən haqqında artıq bir söz danışmıram ki. Sadəcə deyirəm ki, niyə mənim uşağıma bu qədər laqeyd davranırsınız? Hər şeyə vaxt tapırsınız. Restoranlar, gəzməklər, onun ad günü, bunun ad günü, onun ad günü, bunun ad günü, nə bilim, onun yığıncağı, bunun yığıncağı. Sən 10 dəqiqə vaxt ayırıb dünən uşağımın yanına niyə gəlmədin? Dünən sakit qaldım, bunu bağladım. Heç nə demədim ki. Uşağımın ad günüydü. Mənə nəsə lazım deyil. Yəni, mən nədənsə eləmirəm. Mən o mişqa, o pul, o verdiyin 200 manat, 250 manat, o aliment, o aldığın, nə bilim, o qaçış aparatı, Allah canımı dəyməsin, eləyirsən. Maddiyyat cəhətdən demirəm. Maddiyyat cəhətdən ola bilər ki, mənəviyyat cəhətdən deyirəm ki, sən uşağın yanında dünən niyə yox idin? Keçən il özüm elədim, ondan qabaqki il özüm eləmişəm, ondan qabaqki il özüm eləmişəm. Mən qadın olaraq bunu eləyə bilirəmsə, sən kişisən. Sən istəsən, bu istəsən, sən istəyirsən, ya o ibnə var, ibnə, o qoymur. Sən istəsən, sən uşaqva var abi, sən nələr eləyərsən? Sən var ha, sən uşaqva nələr eləyərsən? Mən pisəm, mən pis qızam, mən pis yoldaşam, mən pis anayam, mən tərbiyəsizəm, mən pisəm də pisəm, məni qoy qırağa, bu sənindir. Sən niyə gəlmədin dünən? Mən dünən oturdum ancaq gözləmişəm ki, Samir gələcək. Samir qapını açıb gələcək, gələcək uşağını təbrik edib gələcək. O gəlib uşağını təbrik edib gələcək. Sən dünən mənim ürəyimi partlatdın, ürəyin partlasın sənin. Sənin ürəyin partlasın. Sən dünən məni belə yox, belə yandırmısan. Sən dünən dünya ancaq ata deyə qalıb. Dünən dünya ancaq ata deyir. Mən neynirəm? Sən bugün dünyaya ad gün elə. Sabah göndər mənim yanıma. Mən dünyaya ad gün eləyəcəm. Neynirəm sənin ad gün eləməyi? Neynirəm? Vaxtında. Niyə uşağımın yanında yox idin? Haycan, bacı Əfsanə xanım, haycan. Mənim uşağımın yanında niyə yox idin? Neynəmişəm? Daş salmışam başıva. Neynəmişəm? Pis ana olmuşam. Pis böyütmüşəm. Çölə atmışam. İstifadə eləmişəm səndən. Neynəmişəm sənə mən? Əsəbləşmirəm. Nə qədər sakit qalacam Əfsanə xanım, ürəyim partlayır mənim. Mənim dünən uşağım belə-belə ağlayırdı, belə-belə, ata deyə, sənin nənə boyu yerə soxum. Mənim dünən uşağım ancaq Afət deyə qaldı. Afət deyə, o özünüz də bilirsiniz ki, dünya sizi nə qədər istəyir. O şəraiti mən yaratmışam. 9 ildə o uşaq sizi görmür. O uşaqdan sizin xəbəriniz də yoxdur. Mən amma o şəraiti yaratmamışam ki, ata tərəfə kinli qalmasın. Atasını da istəyir, nənəsini də istəyir. O şəraiti mən yaratmışam. Mən örgətmişəm, mən onun beyninə salmışam ata nənə sözünü. Ata yaxşıdır, nənə yaxşıdır. Ata yaxşıdır, nənə yaxşıdır. Sən nətər nənəsən? Sən mənim yanımda olmalıydın. Sən mənim yanımda olmalıydın. Mən səni neynirəm? Sən mənim maraqlı deyilsən. Səni neynirəm mən? Sən mənim maraqlı deyilsən. Sən mənim uşağıma görə mənim yanımda olmalıydın. Mənə sən maraqlı deyilsən. Mənim uşağıma görə sən ata olaraq mənim uşağımın yanında olmalıydın. Sən nənə olaraq mənim uşağımın yanında olmalıydınız. Mənim də anam var. Mənim anam niyə eləyir? Niyə dünyanın yanındadır? Hər gün mərkəzə gedir, gəlir. Əziyyətim mamam çəkir, mən çəkirəm. Mərkəzdən çıxır, məktəbə gedir. Bir dənə sual verirəm. Məktəbin yolunu tanıyırsınız? Yox. Mərkəzin yolunu tanıyırsınız? Bircə dəfə nənəsi gəldi, baş çəkdi, çıxdı, getdi. Bircə dəfə də məktəbə gəlib. Dünyanın 1-ci sinifi qutardı, son zəngi oldu, gəlmədiniz. Tək qaldım. O boyda məktəbdə görmə engellilər məktəbində siz məni tək qoydunuz. Uşağımla yetim kimi tək girdim. Uşağımın 1-ci sinif son zəngində. Gözüm yaşdı. Buradan ağlayıb, buradan silirdim. Hər şey qurban olsun mənim o uşağıma. Dünyanın 1-ci sinifində tək qoydunuz məni. Qoydunuz. 2-ci sinifində tək qoydunuz, 3-cü sinifə gedir. Məktəbin yolunu tanıyırsınız? Tanıyırsınız məktəbin yolunu? Hər gün məktəbə aparıb gətirirsiniz, altınızda maşın var. Bircə dəfə olsun gəlib aparmışsınız, maraqlanmışsınız? Yox. Uşağımın ən xoş günündə yanında olmadınız. Mənim uşağım görmür. Bu onsuz da bunu görmür. Niyə mənim uşağımın yanında yox idiniz? Niyə mənim uşağımın yanında yox idiniz dünən? Niyə?
Dünya daş salıb başınıza. Neyniyib sizə dünya? Mən pisəm, mən ən pis insanam. Pis yoldaşam, pis gəlinəm, pozğunam, küçədə qalmışam, mən pisəm. Dünyanı bütün TikTok sevir. Dünyanı bütün mənim ətrafım ölürlər o uşaq üçün. Ölürlər. Yad bir, 7 yad birin oğlu axşam gəlib dünyanı təbrik edib gedib. Mən sənin mişqavı neynirəm? Yad bir adam gəlib dünyanı təbrik edib, öpüb gedib. 7 bir yad adam. Sənin 10 dəqiqə vaxtın olmadı gəlib uşağı görməyə, mən xəstəyəm. Sən gələrdin, mən səndə günah görmürəm. Sən gələrsən, mən səni gözəl bilirəm. Sən gələrsən, o ibinə var, doldururlar səni. Doldururlar, amma otur tək qalanda fikirləşginən. Tək qalanda. Özün yetimxanada böyümüsən. 50 dəfə çıxıb danışırsan. Mən təkəm, mənim heç kimim yoxdur, mən yetiməm. Mən yetimxanada böyümüşəm. Onsuz da sən öz övladını atıb gedən anaya mən nəvəsindən nə sevgi gözləyim, mən? Nə sevgi gözləyim? Otur arada tək fikirləşginən ki, mən özüm də tək olmuşam. 50 dəfə mənə deyirsən ki, Vüsü, bilirəm. Mən də təkəm. Mən sənə ağlaya danışdım, burada danışdım. Dedim ki, dünya arxa partada oturur. Dedin, nə gözləyim? Onsuz da mən də yetiməm. Həmişə məndə də olub. Sən elə onu bilə-bilə sən uşağın yanında yoxsan. Niyə? Mən yenə deyirəm, özümü qoydum qırağa. Mən pis anayam. Mən pis yoldaş olmuşam. Mən pis insanam da, pisəm. Mən pisəm. Məni qoy qırağam. Mən özümdən danışmıram. Mənim ürəyim partlayır. Sən dünən mənim uşağımın yanında niyə yox idin? Niyə yox idin? Sual verirəm. Ölüm ayağındaydın. Körsən, şikəstsən, əlilsən, qolun yoxdur, qıçın yoxdur, altında maşının var. Niyə 10 dəqiqə o maşını Meşdağadan sürüb gəlib uşağı 10 dəqiqə görüb getmədin? Niyə? Niyə gəlib uşağı görüb getmədin? Sual verirəm. Niyə gəlib görüb getmədin? Sənə demirəm, saatlarla qal, nə bilim, gəl qal, 10 dəqiqə. Sən 10 dəqiqə uşağa vaxt ayırıb, gəlib uşağı öpüb, təbrik eləyib getmədinsə, sən mənə atalıqdan danışa bilmərsən. Mənim bağrım çartlayır, mən dünəndən, mən yerimdə qıvrılıram, yata bilmirəm, mənim bağrım çartlayır. Keçən il özüm elədim, yola verdim, ondan qabaqsı il özüm elədim, yola verirəm, mal alıram, yola verirəm. Niyə? Niyə mənim uşağımın yanında yox idiniz dünən?